vereceksiniz ki, Nurxan ne etdiniz ki, siz tez bir zamanda, yani mən milli direktorluq 5 il ərzində eləmişəm, tez bir zamanda bu dərəcəyə çatdınız. Mənim 5 açarım var. 5 açarım. Kim istəyir bu 5 açarı əldə etsin? Aha, maşallah. Deməli, açarın biri qərardır. İlk önce sizin hər birinizi təbrik etmək istəyirəm. Çünki siz artıq qərarını verdiniz ki, indiki həyatınızı daha yaxşıya dəyişəcəksiniz. Sizin ilk açarınız bu sizin qərarınızdır. Bəli, biz bura niyə yığışmışıq? Yığışmışıq ki, həyatımızı dəyişək. Kimsə maşın almaq istəyir, kimsə ev almaq istəyir, kimsə xaricdə pulsuz səyahət etmək istəyir. Kimin nə arzusu var? Hamının arzusu var. Bilirəm, hamının ürəyində kiçicik bir arzu var. Baxın, sizin həyat yolunuz buradan başlayır. Hədəfiniz son nöqtənizdir, amma indiki sizin vəziyyət. Bu sizin birinci addımınızdır. Birinci açarımız qərardır. Aydındırmı? Qərar verirsiniz. Bəli, mən bu birlik şirkətinə gəldim və mən mütləq, misal üçün deyək, mən ilk milli direktor olmaq istəyirdim, bunu da etdim. Amma bu demək deyil ki, bu mənim son nöqtəmdir. Xeyr. Bugün biz sizə elə bir açarlar verəcəyik ki, siz deyəcəksiniz, mən bugün başlayıram. Və mən qərar verdim ki, mən bugün başlayıram, mən komandamda çoxlu milli direktorlar yetişdirəcəm. Bu mənim hədəfimdir. Sizin hədəfiniz nədirsə, siz özünüz qoyacaqsınız. Mənim hədəfim çoxlu ulduzlar komandamda yetişdirməkdir. Tamam, indi gəldik ikinci açar nədir? Təbii ki, davamlılıq. Razılaşarsınız ki, işə başlayanda hamı motivasiya dolu olur. Mən bunu eləyəcəm, mən gələcəm, mən zirvələri tez çatacağım. Amma unutmuruq ki, bu yolda gələ-gətir yollar var, bu yolda yıxılmaqlar var. Amma əsas ikinci açarımız nədir? Davamlılıq. Bəli, qəbul eləyin ki, mən bu yolu getsəm də, baxın, kapılıqdayam. Mən gedəndə yıxıla da bilərəm. Yıxılsam da belə, ayağım sınsa da belə, mən sürünərəm. Sürünə gedib çataram öz hədəfimə. Nə olur olsun, davamlılıq ikinci açarınızdır. Xanım tək bax, bu aparıcılığı bilərdi. Amma komanda olanda siz tək olmursunuz və bu yolu getmək üçün, təbii ki, motivasiyadan düşməmək üçün və hansısa bir addımları edərək tək yox, özünüzdən bir rəfiqənizi dəvət edin. Yanınızda kimsə bir nəfər olsun. Sonra nə edəcəksiniz? O bir nəfərə deyəcəksiniz ki, sən də bir rəfiqəni gətir bura. Beləliklə, sizin komandanız üçüncü açarınızdır. Üçüncü açar komanda və keçirik nəyə? İnkişaf. Komanda gələndən sonra, komanda olandan sonra biz bilməliyik, biz bunları gördünüz, biz dedik, Ayten xanım, əlini ver mənə, mən sənin arxanca gedəcəm. Ayten məni aparır, amma hara aparır? Nə üçün aparır? İnkişaf. Dördüncü sizin açarınızdır və sizin hər birinizi təbrik edirəm. Əgər siz bugün zamanınızı ayırıb bura gəlmişsinizsə, deməli artıq sizin dördüncü açarınız var. Siz artıq inkişaf etməyə hazırsınız. İnkişaf mütləqdir. Siz öyrənməlisiniz, kitabları oxumalısınız, yenilikləri bilməlisiniz, onları öz üzərinizdə işləməlisiniz və ancaq bir şeyi başa düşün ki, ola bilsin ki, neysə alınmasın. Deməli, bu da bir sizin uğurunuzdur. Bir dəfə alınmayacaq, 2 dəfə alınmayacaq, 3, 4, 5, 1000 dəfə alınmayacaq. Amma siz onun üzərində elə işləməlisiniz ki, nə vaxtsa da alınacaq. Və 5-ci inam və təbii ki, dua. İnanın, siz bunu bacaracaqsınız. Dua eləyin. Allahım, qoy bu zalda olan hər bir kəs 300 nəfərin hər biri istəyinə çatsın. Və nə qədər çox biz dua edəriksə, o qədər də Allah bizi eşidib, bizim yolumuzu düz edər, kələ-kötürsüz edər və biz öz arzumuza çatarıq. Necəydi? Təşəkkür edirəm hər birinizə.